Bir dənə xahiş eləyirəm. Panoramaya bir dənə diqqət eləyin. Bax, Quba rayon icra hakimiyyəti, Heydər Əliyev mərkəzi, ondan sonra Gənclər mərkəzi, Heydər Əliyev prospekti. Bir dənə də bu hündürlüyü də bir dənə yaxından göstərir zəhmət olmasa. Bax, hündürlüyə baxın. Yəni buradan mən yıxılası olsam tikəm əlimə gəlməz. Yəni bəlkə də nə bilim 60 metr zad belə bir hündürlükdür. Bax, bu panoramada, bax bu təkrarsız panoramada sizə sənədi 45 sot və 60 sot yan yana. Bax 60, bir də 45. Bir yerdə də verə bilərəm, ayrı-ayrı da verə bilərəm. Ümumilikdə 1 hektar 5 sot torpaq sahəsidir. Bax o gördüyünüz qırmızı krişalı Quba rayon diaqnostika mərkəzidir. O gördüyünüz bina reabilitasiya mərkəzidir. Yəni bütün infrastruktur, bütün Qubanın o belə deyim də ballı yerindəyik, qəşəng yerindəyik. Mən burada sizə bu torpağın sotunu 10.000 manatdan təklif eləyirəm. Pulun bir hissəsini barter eləyə bilərəm. Yəni şəhərdə mənzil olar və yaxud da ki, maşın danışmaq olar bəlkə. Yəni barter təklifləriniz varsa mənə deyin. 60 sotu ayrı, 45 sotu da ayrı da verə bilərəm. Hər ikisini birlikdə də verə bilərəm. Yox, əgər istəsəniz ki, bu 1 hektar sizə bəs eləmir, eləmi? O tərəfdən nə qədər istəyirsə bizim tanışlardır. Oradan da torpaq sahəsini artıra bilərəm. Yəni bunu 2, 3, 5 hektara kimi çıxarda bilərəm. Bu torpaq sahəsinin üstünlüyü nədir? Bunu Qubalılar yaxşı bilər. Mən də sizə bir daha vurğulayım. Bax, o Qubanın mərkəzi qrupundan ki gəlirsən, şəhərə girdin, bax bu prospektlə gəlirsən. Fikir verirsiniz, o bir tərəfdə hündürlük ərazi yoxdur. Bax baxın, orada heç bir təpə hündürlüyü belə bir şey yoxdur. Burada da ancaq bu hissə belə deyim də bura baxır. O diaqnostika tərəfdən elə bir panorama yoxdur. Əgər davam eləsəz, şəhərin bu tərəfinə doğru getsəz, burada da elə bir belə deyim panorama göstərən yer yoxdur. Hə, var, kənarda var. Amma düz prospektdə baxan belə bir yer yoxdur. Və plus da ki, buranı əgər istəsəz, bax orada Novostroka bina tikirlər. Qubada özə qəşəng satılır. Bax görürsünüz Novostroka bina. Bax istəsəz bina tikin, istəsəz belə deyim də restoran eləyin buranı, gözəl restoran eləmək olar. İstəsəz buranı runaway formasında, yəni domiklər eləyin, afremlər eləyin. Nə istəsəz uyğundur. O maşınlar dayanan ərazi var ki, ora asfalt yoldur. Bax o asfalt yol belə gəlir, torpağın düz yanından keçir. Əgər istəsəz, bonus bunu da təklif edin sizə, buranı alan üçün oradan asfaltdan bura qədər yola da yol infrastrukturu hazırlamağı da belə deyim, pay eləyərik sizə. Buranı kimsə götürmək istəsə. İşıq, qaz, su, internet, hər şey əlçatandır. Hamısı yanımızdadır. Heç bir şeyə uzaq məsafədən su gətirim, qaz çəkim, belə şeylər yoxdur. Burada torpağın sotu 20.000 manatdır, əziz dostlar. 20.000 manat. Nəzərinizə çatdırın. Bax gəlin prospektdə. Hətta o liniyada 30-35 min manata torpaq tapa bilmərsiniz. Yoxdur. Burada mən sizə bax düz prospektin üstündə bu torpağı sizə təklif edirəm. Cəmi cümü 10.000 manata sotunu. 60 sot və 45 sot. Buyurun zənglərinizi gözləyirəm. Rəylərdə fikirlərinizi deməyi unutmayın. Hamınızı çox istəyirəm. Kanalıma abunə olun, mənə dəstək olun, xahiş edirəm.